29-cu sualda demək, alqoritm nəticəsini tapın. İyinin qiymətlərini görürsünüz ki, baxın 12-dən 28-ə qədər 28 də daxil olmaqla alır, düzdür. Və burada nə edir? S onun özündə cəmləyir. İndi mən bunların cəmini tapacağım. 12-dən 28-ə qədər 28-də daxil olmaqla hamısını. Sonra da ki, S-in köhnə qiymətdə 5 də var, onu da üstünə gələcəm və s. Demək, 28 minus 12 plus 1. Burada neçə dənə ədəd var? 16 plus 1, 17 dənə. Düzdür, sayımız neçədir? 17. 28-in üstünə 12 gələndə 40 vurulsun 17 bölünsün 2. 20 vurulsun 17 neçədir? 340. 340. Təkcə bunların cəmi 340-dır. 340-dır. Burada da toplayırıq axı. Amma S-in də başlanğıc qiyməti 5-dir. Üstünə də 5 gələndə 345. Tapdıq ki, bu S bərabərdir S plus K var ha. Axırda. Burada S 345'dir. Plus K'nı da tapaq. K burada neyini sayır? Y'nin qiymətlərini sayır. Y'nin qiymətlərini bildik neçədir? 17 dənədir. 17 buradan. Başlanğıc qiymətdə 1'dir. Plus 1 bərabər neçə? 18'ə. Buradakı 18 neçədir deməli? 8'in üstünə 5, 13, 1 ya da, o da 5, 1 ya da 6, bu da 3, 363. Cevabımız nə olacaq? C variantı 363.